Bildiyiniz kimi 2026-cı il ölkə prezidenti tərəfindən şəhərsalma və memarlıq ili elan olunmuşdu. Bundan əvvəlki illərdə də Nizami ili, Nəsimi ili və ötən ildə Konstitusiya və Suverenlik ili kimi qeyd olunmuşdu. Bundan əvvəlki bütün o illərin təsnifatı daha çox mənəvi kateqoriyaya aid dəyərlərimizi ifadə edirdi. Amma şəhərsalma və memarlıq ili maddi dəyərlərimizə münasibəti necə gerçəkləşdirəcəyini ortaya qoyur. Hesab edirəm ki, bu il ərzində biz burada dəfələrlə səsləndirdiyimiz kimi qəzalı binaların məsələsini qismən də olsa ötən ilə daha az problem çevirməklə həll etməliyik. Digər tərəfdən biz bu prosesdə daha çox Bakı şəhərində qarşımıza çıxan tikintisi yarımçıq qalmış çoxmərtəbəli binaların işinin tamamlanması üçün sahibkarlara ciddi dəstək verilməsini gözləyirik. Çünki burada birinci növbədə elə sahibkarlar var, müflisləşib, kredit dəstəyinə ehtiyac var. Eləsi var ki, yeni şəriklərin qoşulması ilə binanın tikilib tamamlanması lazımdır. Və bu olduqca vacibdir ona görə ki, bu il ərzində artıq bu problemlər növbəti ilə qalmamalıdır. Digər tərəfdən sahibkarların böyük problemləri həm də məhkəmə ilə bağlı bəzən ortaya çıxır. Bu da nə ilə əlaqəlidir? Bir çox hallarda girov qoyduqları əmlakın vəsaitini ödəyəndən sonra banklar yenə də onların əmlakını girovdan çıxarmırlar və müraciət edəndə bildirirlər ki, məhkəməyə müraciət edin. Təkrar sahibkar yenə məhkəməyə müraciət etməli olur. Biz burada dəfələrlə qeyd olunub ki, Azərbaycanda hakimlərin sayı kifayət qədər deyil və hakimlər müraciət edilən demək, vətəndaş şikayətlərinin yükü altında əzilməkdədirlər. Böyük əksəriyyət gün ərzində, hətta inzibati xüsusilə də xarakterli şikayətlərdə, müraciətlərdə gün ərzində bəlkə də 10-15 məsələyə qədər baxmalı olurlar və bu da bir işin tamamilə mükəmməl şəkildə oxunub, onun doğru qiymətləndirilməsinə imkan vermir. Digər tərəfdən şəhərsalma memarlıq ilində mənim təmsil elədiyim Sabunçu rayonunda, məsələn Zabrat qəsəbəsində bir dənə də olsun vətəndaşların normal istirahəti üçün park yeri yoxdur. Halbuki orada neft şirkətinə mənsub ərazilər var ki, orada artıq neft də çıxarılmır və burada çox yaxşı bir abadlıq işləri aparıb və vətəndaşlar üçün bu tələbatı gerçəkləşdirmək mümkün ola bilər. O baxımdan mən hesab edirəm ki, şəhərsalma və memarlıq ilindən biz doğru istifadə eləməliyik və prezidentin qarşıya qoyduğu məqsədləri vaxtında yerinə yetirməlidir.